Yeni Yasamal'da en güzel inşa olunmuş binalardan birinde 2 otaqlı, kupcalı, ideal təmirli bir mənzil çox ucuz qiymətə satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın Albalı uşaq bağçasının yaxınlığında yeni inşa olunmuş 16 mərtəbəli binanın 11-ci mərtəbəsində ümumi sahəsi 74 kvadrat olan 2 otaqlı, tam təmirli, sənədi kupçu olan bir mənzildir. Bütün əşyaları ilə birlikdə satılır, tək kondisioner götürüləcək. Dəyərli izləyicilər, binanın qazı, suyu, işığı daimidir, liftləri işlək vəziyyətdədir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər, əvvəldə də bildirdiyim kimi 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxındır və 211 nömrəli avtobus xəttinin sonuncu dayanacağı demək olar ki, eyni məsafədə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın Albalı uşaq bağçasının yaxınlığında yeni inşa olunmuş 16 mərtəbəli binanın 11-ci mərtəbəsində ümumi sahəsi 74 kvadrat olan, sənədi kupçu olan, ipotekaya yararlı olan, qazı, suyu, işığı daimi olan, liftləri işlək vəziyyətdə olan bir binada yerləşir və ən əsas məsələ ondan ibarətdir ki, mənzilin sənədi kupçadır, ipotekaya yararlıdır və mənzil tam əşyalı olaraq satılır. Təkcə kondisioner götürüləcəkdir. Dəyərli izləyicilər, bu mənzilin qiyməti 170 min manatdır. Real alıcı olduğu təqdirdə yəqin ki, aşağı yeri də mümkündür. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.